Kulyonkanı açmağı sizə göstərəcəm. Deməli, belə bıçaqlardır. Aboy bıçaqlardır xüsusi. Bir dəqiqə maşını bir 20-30 alır bunlarda, hər bağbana verirəm. Bax, bu cür açırsınız. Bunu açma qaydasını göstərəcəm sizə, kulyonkasını. Bu gözdür, gördüyünüz. Bu tərəfdən heç bir şey eləmirsiniz, yaxınlaşmırsınız. Sadəcə buradan, bax, bu cür. Bir tane belə çəkirsiniz. Gördüyünüz kimi, bax, heç toxunmadım, özü açıldı. Şöyle çıxarırsınız bunu. Bir dəqiqə, bu video baxandan bir də ayın tarixinə baxayım. Bütün kulyonkaları açın. Kimə göz əkibsə, ayın 17-si, 17 mart. Axşam saat 7. Gördüyünüz kimi, bütün kulyonkanı bu cür açırsınız. Başlarını kesməyin də qaydasını mən sizə deyəcəm. Bax, qayçını kesim. Qayçı ümumiyyətlə spirtlənir 100% olaraq gördüyünüz kimi. Bunun baş hissəsinin kəsilmə qaydası sizə deyim. Buradan hardasa 20 sm yuxarıdan. İndi bir dəqiqə kesmirsiniz. Sadəcə olaraq göstərdim. Kesmə vaxtını mən sizə deyəcəm. Bir dəqiqə 17 martda sadəcə dedim ki, kulyonkalarını açın. Çünki önümüzdəki vaxtlarda hər hansı bir hava soyuq olar filan. Ona görə problem olmasın. Bir dənə də kulyonkanı açmağı göstərim sizə.